Bəli, dəyərli tələbələrim, artıq biz qatməlatının qurmasını bitirdik. Artıq keçirik ştrixləmə mərhələsinə. Ştrixləmədə də hər bir qaydalar başa salacağım. Asan formada artıq qabiliyyət imtahanı çox az vaxt qalıb. Əksəriyyətiniz qabiliyyət imtahanında, yəni dizayndan kəsilənlər də çoxdur. Yəni suallarınız var idi, onu da cavablayacağım. Bunu da deyim ki, uşaqlar, bu qıraqda gördüyümüz yəni ştrixləmə deyil. O sadəcə qurma prosesində neytralları vururam ki, yaddan çıxartmayım, çaşmayım. Məsələn, xəttləri vururam, başlayıram alnında işləyirəm. Onlar olmasın. Bəzən uşaqlar xəttlərin yerlərini itirirlər. Bunun üçün də xəfif bir ton vurmayın sizə daha məqsəd uyğundur. Yəni çaşmamanız üçün əlavə xəttlər gələcək. Və plus görürsünüz ki, məqsəd xəttlərin əksəriyyətini silmişəm. Mərkəz xətt olsun, üç bərabər nisbəti olsun. Və gördük ki, imtahan nəticələrində də uşaqların bəzilərində onlar imini gözə salıblar. Mənim gözümdə o bir şeydir. Həmin kim bu nəzarətçilərdəndir, nə bilim münsiflər heyətindəndir, kimdirsə, onun məncə tələbəsini tanımaq üçün bir mən ipucu kimi onu görürəm. Çünki bir müəllim, bir pedaqoq, yəni o xəttlərlə sizin hazırlığa gedib getməyinizdən bilməz. Sadəcə onu həqiqətən qurandan, yəni ali savadlı bir insan sənin bir xəttindən tutar o. Yəni o hazırlığa ya gedib ya getməməyini. Yəni sən imini o köməkçi xəttləri gözə salmayı məncə gülməlidir. Nəyə görə? Çünki uşaqlar o qurma mərhələsində qalmış bir şeydir. Bəzi xəttlər ki var, onlar heç. Amma imini bu xətti salmaq gözə məncə nəyə görə lazımdır? Nəyə lazımdır? Öz işinizdə çətinləşdirməyin. Çünki o iş mənim gözümdə bir natavan iş kimi görünür. Çünki fikirləşin, qurmusan, işi yekunlaşdırırsan, xəttlər atmısan, gözə salan xəttlər. Onu heç də xoş görsənmir. Çünki o qurma prosesində qalmış bir şeydir. Çok da uzatmayaq, başlayaq videomuza. Uşaqlar neytralları vuraram. Gördüğünüz kimi bu xəttləri də atmamızda səbəbini görəcəksiniz. Çünki neytral vuranda bunlar daha da tünləşəcək və işıq kölgə hissələrini daha asan formada təyin etməyimə yardımcı olacaq. Neytralı vuranda uşaqlar fasadı çalışın. Ümumi belə bu formada aparın. Və karandaşını çalışın, tez-tez yorum. Baxın, karandaşı necə tuturam bu formada. Parmağınızı bu formada yerləyirsiniz. Baxın bu formada. Bu prosesdə biraz əliniz ağrıya bilər, normaldır. Çünki yəni işləyən üçün o ağrı o kadar da problem olmur. Nəinki təzəcə karandaşı götürüb antik baş heyəkəli çəkməyə çalışan biri üçün. Yəni bu prosesi axıra qədər aparacağıq. Uşaqlar, baxın, ümumi neytralı vurdum. Bu əlavə xəttlər ki var, zaten onlar pozulacaq. Pozan vasitəsilə, baxın, bu əlavə xəttləri sonra da poza bilərik. Amma biz əsas məsələdə burada işığın, kölgənin harda olduğunu bilməkdir. Ağ hissələrindən fikir versək, bu hissəsi olsun, baxın, pozandan silirəm. Burun ucu hissəsi olsun, bu hissələr olsun. Bunlarla pozanla hafif formada pozuruq, tam pozmuruq. Zaten burada ştrix vurulacaq, pozulan hissələr olacaq. Baxın bu formada. Sonra göz içində, çuxurunda, qapaq hissəsində, bu hissələrdə alın. Yəni pozan təkcə səhvləri pozmaq üçün deyil uşaqlar. Baxın bu belə bu formaları vermək üçün də. Baxın nə qədər açılır üzünün bu hissələri. Yəni uşaqlar neytral vururlar, təzədən pozurlar. Fikir verirsiniz sizə bəzi hissələr. Baxın belə eləyirəm. Yəni neytralları saxlayıram. Uşaq götürür, hamısını silir. Yəni vurmağımızın nə mənası oldu? O da var. Yəni sual vermək lazımdır. Uşaqlar bir də rəsm işləyərkən danışın. Yəni bunu necə eləyim? Özünüzə izah eləməyə çalışın. Fikirləşərək yəni hərəkət etdim. Yəni burada sadəcə boşu-boşuna yəni hansı bir söhbət eləmək deyil. Rəsmini necə daha gözəl eləmək üçün fikirləşmək daha əsasdır. Yəni sadəcə baxıb köçürməyə çalışmayın. Nisbətləri tutmaya çalışın. Plus özünüzə onu başa salın da, yadınızda da qalsın. Çünki rəssam
Bilirəm, hər biriniz həvəskarsınız, öyrənmək üçün gəlmisiniz. Amma bunu bilin ki, rəssamlıq təkcə gördüyünü köçürmək deyil, onu hiss etmək və başa düşməkdir. Yəni əsas məsələ məhz budur. Məsələn, mən bu antik baş heykəlləri dəfələrcə işləmişəm. Bəzilərini o qədər də çox işləmişəm. Bunlardan biri Qatemalatdır. Çünki o xoşlamıram, öz ifadəsi olsun. Mənə çox qəribə gəlir. Oxşatmaq problem deyil, amma sadəcə qaydasını bilirəm və hamısını eyni cür tətbiq edə bilirəm. Yəni siz qaydasını bildiniz hər hansı bir şeyin. Yəni imtahanda çox tələbə mənə deyib ki, müəllimə bu heykəli mən çox işləməmişəm. İmtahanda düşsə nə edərəm? Mən də deyirəm ki, sən qaydasını bilirsən. Dedi, hə, bəli. Bilirsənsə, hər hansı bir heykəl sənin qarşısına qoysalar, sən o qaydaya əsasən hərəkət eləyib, həm də plus burada istedadın da olmalıdır, köçürmə qabiliyyətin də olmalıdır, hazırlığa da getməlisən, müəyyən tapşırıqları da yerinə yetirməlisən. Heç bir şey bir dəfəlik alınmır, alınmayacaq da. Onun üçün də dəfələrcə məşq edib çalışmaq lazımdır. Baxın, bəzi hissələrdə bu formada siz üçün göstərdim. Bu formada. Saçın məsələn üst hissələrində məsələn bu, baxın belə eləyirəm. Saxlayıram yarım. Pozanızda gözəl bir poz olmalıdır. O yəni, ləkə saxlamamalıdır uşaqlar. Qaraltı qoydu da onun mənası nə oldu? İşini də körləyir, öz işini də daha da çətinləşdirmiş olursan. Çox da poz. Baxın nə qədər dərinlik üzrə. Mən sadəcə neytral vurdum və bu formada işıqlı hissələri pozdum. Görürsünüz nə qədər. Artıq burada konkretləşdirməyə başlayırıq. Formanı daha da gözəlləşdirməyə başlayırıq. Bu əlavə xəttləri də pozduqdan sonra başlayırıq ağız, burun, dodaqları eləməyə, sonra ümumi yerləri ştrixləməyə. Çalışın ki, bir yeri bitirdikdən sonra keçməyin o yana. Biraz buradan, biraz oradan. Ümumi ştrixləyin, işinizə baxın, harda səhvliyi var, haranı daha necə eləyə bilərəm. Fikir versəniz, hər bir şeydə bir pauza var, fasilə var. Fikirləşirsən, sonra hərəkətə keçirirsən. Düşünərək hərəkətə keçiririk. Yəni o qədər bir çətin bir şey yoxdur əslində. Hər bir dərs videomuzda da hər bir heykəllərdə işləmişəm. Yəni onlar əsasən qurma önəmlidir. Ştrixləmədə artıq siz ştrixi bildiyinizdən sonra hər şeyi eyni cür tətbiq edə bilərsiniz. Yəni əsas odur ki, işıq kölgəni təyin etdim, formanı ver, vəsə, işin hazır olacaq. İndi keçək, əlavə xəttləri pozum, sonra isə gözə, buruna. Birinci burnun, sonra gözlər, gözdən sonra ağza baxacağıq. Baxın uşaqlar, karandaşını yenidən itilədim. Qəşəngcə rezaq vasitəsini yuvana bilərsiniz. Qabiliyyət imtahanında rezaq qoyularını əlbəttə ki, içəriyə qoyanda nəzarətçiyə göstərirsən, sonra isə imtahan başlayan ərəfələrdə nəzarətçidən götürə bilərsən. Yəni ona bir problem yaratmırlar. Amma vərəqədə də deyirlər kəsici əlat olmamalıdır. Amma dediyim kimi tələbədən özü xahiş etmişdi, götürmüşdü. Yəni icazə verirlərdi. Yəni o qədər karandaşın ucunu bu formada yonmaq üçün. Məncə bir neçə karandaş belə aparın. Yəni hər dəfə karandaşın markası da eyni ola bilər. Hansısı asandır. Delfin də ola bilər, bu Faber-Castell da ola bilər. Bu karandaşlardan da istifadə edə bilərsiniz. Gəlin indi başlayaq burun hissəsinə. Biraz yaxınlaşdıram. Fikir versəniz, bu qıraq hissələri tünd olur. Baxın, bu qıraq, çəpər hissələri tünd olur və burnun uc hissəsi də o formada tünd olur. İndi biz işimizə baxdıqda isə, baxın, bu formanı zaten neytralda vurmuşdum. Yəni işim daha asanlaşır. Baxın, bu qıraq həttini tündən aparıram və yavaş-yavaş tonunu açıram, qapqara eləmirəm. Və burada qaşın olduğunu bildiyimə görə buradan bir qalınlıq yaranacaq. Karandaşı çox çalışın, dik tutun bu formada və yavaş-yavaş itirirəm. Baxın, buradakı xəttlər yumuşaq olmalıdır. Və göz çuxurunda, baxın, neytralda da bunu vurmuşdum. Alt hissəsində də fikir versəniz, bu formada var. Burada artıq iştirakları fırladırsınız. Yəni bu formada aparırsınız, yumuşaq formada. Və buradakı qalınlığı da çıxardırsınız ortaya. Və burada bir ağ zolalı xət var. Çalışın pozanınızla bunu bilindirin. Buradan bunun üstündən bu formada aparacaqsınız. Belə. Yarım mütəzzə formada. Bu formada həmin hissə çıxır qabağa. Və burada da bir qalınlıq var. Gözünün çuxur hissəsini
Yəni burada ştrixlər baxın bu formada gedir. Gördüyünüz formanıza bu hissəni belə eləyirsiniz. Baxın, bununla bu seçildi biraz. Hələ iş getməyib üzərində. Bu hissəyə də baxıram. Bilirəm ki, burada qaş hissəsi var və bu hissəsi daha tündür və ştrixlərimi baxın bu formada atıram. Yuxarıdan aşağıya doğru. Burada yavaş-yavaş denəyirəm, itirirəm. Çünki buranın işıqlı olduğunu bilirəm. Və bu hissədən biraz tünd aparıram. Çünki burada kirpik hissəsi yerləşir. Və burada isə həmin bu hissədə bu formada aparır. Burada da elə eyni düşür. Amma biraz ton fərqi var. Çünki burada daha qaranlıqdır, burada daha açıqdır. Və gözünün üst hissəsinə baxın. Qapağın buralarını daha tündləşdiririk. Və burada da eynisi ilə bu formada ştrixlər aparırsınız. Üstdən də belə apara bilərsiniz. Amma buradakı ağ xət ki var, onu saxlayırsınız. Bu formada gördünüz. Və buradan da biraz da tündləşdirə bilərsiniz və itirirsiniz. Tonlama uşaqlar. Əgər tonlama eləyə bilmirsinizsə, ümumi xəttlər atın, tünddən açığa doğru eləməyə çalışın. Yəni həqiqətən o məşqin xeyrini görəcəksiniz. Çox bəsit bir şey ola bilər. 10-15 dəqiqə gündə eləyin. Yəni həqiqətən faydasını görəcəksiniz. Baxın, ümumi belə atıram. Buranın ştrixini baxın bu formada olmalıdır. Bu ön hissənin qabağı çəkmək üçün belə apara bilərsiniz. Aydındır, baxın. Və bunun uc hissəsi, bunun ucu, baxın, bu belə formada aparın. Amma qıraq hissələrini baxın bu formada. Və bu hissənin qabağa çıxartmaq üçün də pozan vasitəsilə qətiyyən belə aparmayın. Bu pozanlar heç yaxşı olmur. Çalışın imtahanda pozanınız qəşəng pozan olsun. Baxın, bundan belə silmək olur. Bu hissəni qabağa çəkmək üçün. Mən arada çalışıb bu hissə ilə eləyirəm. Yəni o eləməyin qətiyyən. Çünki o işinizi korlaya bilər. Yəni o gözəl işinizi 2 dəqiqədə bir pozan zərbəsi ilə korlaya bilərsiniz. Onu düzəltməyə də bir vaxt alacaq. Bir yanında. Və unutmayın ki, bu hissəmiz daha tünd olacaq. Çünki mənim gördüyüm yerdən elədir. Gördüyünüz yerə əsasən daha hansı hissədən sizə işləmək asandırsa, o hissədən başlayın işləyin uşaqlar. Baxın, yavaş-yavaş işimiz çıxır qabağa. İndi ağza, dodaqlarına baxdıqda isə üst dodağını zaten mən neytralında vurmuşdum. Yəni diqqətlə baxıram formasına. Bir gözüm oradadır, vərəqdədir. Bir gözüm isə işimdədir. Vərəqlə naturaya baxıram. Orada bu xəttlərini bu formada aparırsan, yuxarıdan aşağıya doğru. Çox da qaraltmaya ehtiyac yoxdur. Mən kamerada görsənsin deyə siz üçün bu qədər qaraldıram. Bu qədər də tünd eləməyə ehtiyac yoxdur. Və alt dodağını da fikir versəniz, buradan belə gəlir ştrixlər. Oval var. Və belə də gedir. Yəni bunu bu formada da apara bilərsən, neytral vari bilindirmək üçün. Bax, burada bir qabarıqlıq var. Çünki burada aşağıya düşür. Belə gedir, yuxarıya qalxır. Burada da elədir. Bu ağ xətti çalışın saxlayın. Bu formada. Görəcəksiniz. Bu ara məsafə çalışın uşaq dodaqdan tünd olmalıdır. Bu ara kəsməyində məsələn ümumi ştrix atanda refleks kimi bilindirməniz yaxşıdır. Çox da belə açıq görsənməsi yaxşı deyil. Bu ara kəsməndə baxın bu formada yuxarıdan aşağıya doğru eləyin. Və bu fırlanır. Elədir. Neytralda fikir versəniz, mən bu formada aparmışam. Bu ştrixlərini də belə aparmayın faydalıdır ki, görürsünüz ki, yəni neytraldan sonra yəni çox az işim qaldı. Yəni görürsünüz işimi nə qədər asanlaşdırdım o ümumi neytrallığı, harda tündüyü görürəmsə oranı tündləşdirməyi. Amma yumuşaq da iş. Bu artıq bu prosesdə yumuşaq işləməliyik ki, işimiz daha belə qəşəng gipsə oxşasın iş. Bu hissə baxıb belə halqa var. Sizə bəsit formada başa salmaq istəyirəm. Çünki
Yəni sıfırdan zaten dərs videoları atacağım. Bunu məlumat kimi deyim uşaqlar sizin üçün. Qabiliyyət imtahanı bitən kimi elə bir təzədən qabiliyyət imtahanı hazırlaşanlar olacaq. 11-ci sinif, 9-cu sinifdə ola bilər. Dərs videoları atacağım. Yəni sıfırdan antik baş heykəli necə işləmək lazımdır, sıfırdan fəzə fiqurları, ümumiyyətlə rəsmə maraqlı olanlar nədən başlamalıdır, onlarla bağlı videolar gələcək yay boyunca. Əlbəttə ki, qabiliyyət imtahanları yekunlaşdıqdan sonra bilirəm, qabiliyyət imtahanları avqusta qədər çəkir. Amma mən ümumi heykəllər haqqında video atdım. Fəzə fiquru ilə, natürmort, ümumiyyətlə akvarel texnikası ilə də bağlı videolar atacağım. Onlara da baxarsınız. Baxın, bu artıq fikirləşin ki, insandır. İnsanın üz hissəsini, bir qismini tona saldı. Və yan hissələr ki var, oranda tünləşdirmə başlayır. Zaten burada tün eləmişəm, neytralda zaten vurmuşdum. Sadəcə burası daha belə oval aparacağım. Və bu həmin saçın alt hissəsi ki var, oranı biraz tünləşdirib yavaş-yavaş tonunu açıram. Baxın, tündən açığa doğru. Qaraltmaya deməyirik buna uşaqlar, tona salırsınız yavaş. Baxın, burayla bura fərqləndi. Və burada da bu hissə, baxın, şişəxi bu formada olur. Və burada saç olduğuna göre buradan qalxır. Karandaşı sərbəst formada öyrənsiniz idarə etməyi, işiniz çox asanlaşacaq. Bu formada, oval formada aparırsınız. Və alt, buranı yəqin ki bilirsiniz. Burada isə bu ön hissə tünd olduğuna görə, yəni işıqlı olduğuna görə biz buradakı xəttlərimizi, ştrixlərimizi baxın bu formada aparırıq və itiririk. Uşaqlar çox vaxt bu uc hissəni belə göstərir. Belə ştrixləməzdir uşaqlar. Bir-birinin yanında səliqə ilə. Görürsünüz bu formada. Bu hissəni burada da təkrarlayıram. Aşağıya doğru aparıram. Və bilirəm ki, bu həmin buxaq hissəsi, çənin alt hissəsi tündür. Baxın, orada da görürsünüz. Və orada biraz işləyəndə isə buradan yatay formada ya da bu formada da ştrixlər aparıb buranı tağda tünləşdirə bilərsiniz. Dediyim kimi karandaşın ucu iti olmalı uşaqlar. Kobud oldu, işinizdə kobud görsənəcək. Yəni məndə görürsünüz səliqə ilə alınır. Biraz da tünd işləyirəm ki, görə bilərsiniz kamerada. Amma yumuşaq işləsəm sonra xəttləri tuta bilməyəcəksiniz. Hansı istiqamətdən hara vururam. Bu hissəni belə. Buradan isə qalxır yuxarıya doğru. Bu qalxan hissəni də bu formada aparırsınız, bilindirirsiniz. Çünki bu yaşlı bir insandır. Üz cizgiləri. Əslində qatime altı nəyə görə işləmək istəmir uşaqlar? Əslində yaşlı insanları, xarakteri oturmuş, yəni heykəllər olsun, yəni üz cizgiləri bilinən heykəllər olsun. Avqustda məsələn niyə xoşlarına gəlmir? Ümumiyyətlə onu oxşada bilmirlər. Qatime altı nəsə oxşatmaya olur. Amma avqustu ümumiyyətlə eləyə bilmirlər. Nəyə görə? Çünki üz cizgiləri o qədər də bəlli deyil. Qatime altda elə deyil. Qatime altda biraz iş çox görsənir. Amma əslində elə deyil uşaqlar. Ümumi mən dediyim kimi, bu neytral vurduqdan sonra demək olar ki, işim hazır kimi bir şeydir. Sadəcə ümumi daha da öz qiymətimi qaldırmaq məqsədi ilə daha da gözəl, dəqiq, konkret işləyirəm. Üz hissəsinə də gələndə orası asandır. Bu formada ştrixlər aparırsınız burada. Evet, burnu izləyirmiş kimi. Burada isə fırladırsınız. Ben yumuşaq, xəttərinizi yumuşaq aparıram yavaş-yavaş. Burada da elə əmçin. Mən biraz daha da işi dəqiqləşdirirəm. Saç hissəsinə baxanda isə uşaqlar. Ümumiyyətlə onun saç hissəsini biraz daha kameradan yaxınlaşdırıram. Çox qəribə, elə bir nəsə tikə-tikə qoyublar kimi. Hamar yumru formada. Mən də elə eləyirəm, əlbəttə ki. Baxın, ümumi belə atıram ştrixi. Çarpaz ştrixlərdən istifadə edirəm. Bu hissəni çıxartdım qabağa, gördünüz. Sonra məsələn burada da bir dənə var. Buradan gəlir, aşağıya düşür. Belə. Sonra məsələn burada daha xırdalar var.
ümumi atıram. Yəni saçı o qədər 2 saat oturub uşaqlar bir-bir konkretləşdirməyə ehtiyac yoxdur. İstəsəz qurbanı eləyin, qalanı gələcək. Qulaq hissəsinə çatanda isə sizə ümumi bütün iştiqlərin istiqamətini göstərirəm. Sonra axırda da bitmiş formada biraz göstərəcəm. Videonu qısa tutmaya çalışıram ki, baxa bilərsiniz. Çünki bəzi uşaqlar video görün yarım saatdan çoxdur və ya 1 saatdır izləmirlər. Yəni əslində o videosu üçün daha 2 qat faydalıdır. Nəyə görə? Çünki orada bir yerdə işləyə bilərik. İnşallah kanal böyüyəndə canlı videolar, yəni şeylər açacağım, canlı açmaq istəyirəm ki, orada nə sualınız olsun, həm də bir dəfəlik cavabını verim. Həm də dərs videoları olanda onlayn dərs kimi də videolar elə gələ bilər, yəni maraqlı olacaq həm də. Yəni o da kanal inkişaf etdiyində eləyə bilərik. İnşallah bir gün olacaq o da. Baxın bu formada görürsünüz, ümumi necə atıram iştiqləri. Yumuşaq formada. Buradan önce aşağıya düşür. Uşaqlar iştiqlərin istiqamətlərini görməyə çalışın. Gözlərinizi qıyın. Qıymaq, yummaq deyil. Sadəcə tonlamanın hardan haraya qədər davam elədiyini görürsünüz. Yəni başa düşürsünüz ki, buradan buraya gedir, hardan haraya gedir. Görürsünüz. Bu formada buradan aparıram. Buradan da bir görürəm ki, buradan bir əzələsi gəlir üz hissəsində. Buradan buna birləşir. Amma çox da bilindirmirik. Bunun bununla eyni olmamalı tonda. Ona görə bunu neyinirəm? Tünləşdirirəm. Uşaqlar tonlamada hər şey mismar kimi belə necə deyim, eyni tonda eləmək lazım deyil. Mən fikir versəniz üzdəki bu xırda ştrixləri yumuşaq elədim, bunları bilindirdim. Elə də getmək lazımdır. İndi mən bunu biraz da konkretləşdirib, yumuşaldıb sizə göstərəcəm. Və fon hissəsinə çatanda onu da göstərəcəm, necə eləmək lazımdır. İşi yəni həqiqətən sonlandırmaq lazımdır. Və köməkçi xəttləri saxlayıb nədir, müəllim məni tanısın və ya müəllim bilsin ki, mən hazırlığa getmişəm. Müəllim sənin bir xəttindən tanıyarsan, istedadlı və ya hazırlığa getmişsən və ya getməmişsən. Artıq tonlamada fona keçirəm. Fonda uşaqlar bəzən ata bilmirlər. Fonu düz formada, karandaşımın ucu çox iti olmalıdır uşaqlar. Baxın bu formada ümumi atıram. Ümumi atdıqdan sonra isə bir qat üstünə gedirəm. Çünki artıq biz orada dərinlik veririk və işiniz daha keyfiyyətli görsənir. İşıqları tünd eləməyin səbəbi də siz daha aydın formada formaları görməyiniz üçündür. Yəni çalışın mənim kimi bu qədər tünd aparmayın. Yəni 2B-dən istifadə etdim. Siz bunu etməyin. Çünki dediyim kimi kamerada görsənmədiyini düşündüm. Amma görürəm ki, yox, aydın görsənir. Bu da sizin xeyrinizdə əslində. Xəttləri necə, hansı istiqamətə apardığımı görməyiniz üçündür. Çalışın ki, biraz yumuşaq işləyin. Çox da tünd etməyə ehtiyac yoxdur, qapqara eləməyə də ehtiyac yoxdur, ağappaq saxlamaya da ehtiyac yoxdur. Orta formada, tembirdə işləyən uşaqlar. Baxın bu formada dərinliklər verirəm. Saçın alt hissəsi olsun, ümumi fasadın olsun, müstəvi olsun, fon olsun.